Ana can verəndə axı istəyər balaları başının üstündə dayansın. Heç nə eləməz, elə baxar üzlərinə. Həzrət Zəhra da indi nəzər eləyir, burada oturan hər bir tək-tək üzün simasına baxır. Tarixdə mən görməmişəm ki, Həzrət Əli xanım Zəhraya əza məclisi qursun. Olmayıb bu fürsət. Gecə apar bilməsinlər. Məni gecə dəfn elə. Heç Peyğəmbərin qızı yox imiş, ha? Belə vəziyyətdəymiş Mədinə. Xanım Zəhra dəfn olunub, şəhərin xəbəri yox. Peyğəmbərin Fatimə adında qızı yox imiş. Həmin o qız ki, Peyğəmbər hər dəfə onun ayağına durardı. Onların heç birinə icazə verməyən Fatimə bugün sizi bu məclisə dəvət edibsə, sizə and verirəm xanım Zəhraya öz qiymətinizi bilin. Bunu elə belə əldən verməyin. Mən obrazlı danışmıram, biz ana itirmişik. Ananı faciəli şəkildə itirmişik. Bizim hələ başımız aşağıdır, hələ başımız dik dayanmayıb. Çünki bizim anamızı qərib aparıblar. Bir şəhər insanın içində 7-8 nəfərlə aparıb qaranlıqda dəfn ediblər.